Sürücülərin maarifləndirilməsi, sərnişin daşıma xidmətinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması məqsədi ilə təşkil olunan tədbirdə Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyinin əməkdaşı Əskər Əhmədov və Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Ayaz İsmailov çıxış ediblər. Çıxışlarda sərnişin daşıma sahəsində təhlükəsizliyin təmin olunması, nəqliyyat vasitələrinin texniki sazlığı, eləcə də payız-qış mövsümündə hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərin məsuliyyətinin artırılması məsələləri diqqətə çatdırılıb. Sonra nəqliyyat vasitələrinə baxış keçirilib. Yoxlama zamanı sərnişin daşıma ilə məşğul olan nəqliyyat vasitələrinin texniki vəziyyəti, salonların təmizliyi, istilik sistemi və təhlükəsizlik qaydalarına əməl olunması diqqət mərkəzində olub. İstər Naxçıvan şəhərində, istərsə də rayonlarda qış mövsümündə yollarda buzlama halları qeydə alınır. Xüsusən də qar və çovğun halları olduğu zaman sərnişin daşıma xidmətinin müntəzəm olaraq davam etdirilməsi üçün qış mövsümünə hazırlığın aparılması xüsusi əhəmiyyət kəsb edir. Bu mənada sürücülərə bu mövzuda daim görüşlər keçirilir, sürücülərlə daim görüşlər keçirilir və onların bu mövzuda maarifləndirilməsi üçün davamlı işlər aparılır. Qeyd edək ki, bu cür texniki baxışların keçirilməsi payız-qış mövsümündə ictimai nəqliyyatın fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədi daşıyır. Samiq Nuriyev, Atabey Səyyad, Rafət Kərimov, NTV Xəbər.